Ahmet, burada bir məsələ var. Ən çox bildirilən iradlardan biri odur ki, elə 876 adlı izləyicimiz də bildirir ki, Qarabağ belə başa düşün, daha çox müdafiədə oynamalıdır. Səhv oxumadımsa, Qurban Qurumovun taktiki səhvidir. Bu irad çox bildirilir ki, Qurban Qurumov məsələn 5-li müdafiə ilə oynamalıdır. Tutaq ki, Newcastle güclü rəqibdir, Liverpool güclü rəqibdir. Qurban Qurumov bugünkü mətbuat konfransında da bildirdi ki, heç qarşıdakı dönəmdə də mənim belə bir planım yoxdur. Gələcəkdə də mənim belə bir planım yoxdur. Bəlli 5-4-1 taktiki sxemim var. Uğur bununla qazanılıb. Biz bu sxemlə böyümüşük, bu taktika ilə böyümüşük. Belə də davam edəcəyik. Mənə görə Qurban Qurumov niyə bu addımı atır? Biz niyə düşünürük? Bəzən mən də razılaşıram ki, daha çox müdafiədə olsaq nəticə daha yaxşı olardı, daha yaxşı mübarizə apara bilərdik. Tutaq ki, biz Liverpoolla 5-li müdafiə ilə çıxdıq, daha çox müdafiədə oturduq. Yəni, ən yaxşı halda nə ola bilərdi? Tutaq ki, 0-6 ola bilərdi, 0-4 və ya 0-3 ola bilərdi. Yəni, bundan başqa yaxşı nə ola bilər ki? Və ya Newcastle-la Bakıda 1-6, ən yaxşı halda ola bilərdi 1-4. Amma Qurban Qurumovun düşüncəsi bundan ibarətdir ki, eybi yox. 2 top artıq fərqlə uduzaq. Amma mənim o 5-4-1-im var ha. Qoy Newcastle-la, nə bilim Liverpool oyunda biraz da böyüsün. Biraz da inkişaf etsin. Yəni o nöqtələrdə olan futbolçular da 5-4-1-də futbolçular hansı nöqtələrdədir? Tutaq ki, Montiel dayaq yarı müdafiəçilərinin önündə çıxış edir. Sən məsələn daha çox müdafiədə oturanda məcbursan ki, Montiel də daha çox müdafiə olunsun, daha çox müdafiədə çıxış etsin. Allah, başa düşdüm səni. Qurban Qurumovun düşüncəsi budur. Mən hardasa Qurban Qurumovla da razılaşıram ki, 4-1-dənsə 6-1 uduzaram, amma Qarabağ biraz da böyüyər. Sxem olaraq futbolsa biraz da inkişaf eləyər. Mən çox anlayışla qarşılayıram Qurban Qurumovun fikirlərini. Birincisi, sən bütün illər boyu oynadığın sistemi bir oyunda dəyişib başqa bir sistemdən oynaya bilməzsən. Çünki bunun nə gətirəcəyi bəlli deyil. Amma bu oynadığın sistem səni 24-yə salıb. Bu birinci məsələ. Yəni, hansısa bir sistem dəyişikliyindən söhbət gedə bilməz. Söhbət burada xırda detallardan gedir. Hansı ki, xırda bir dəyişikliklər eləmək olar. Xırda. Amma sən belə dedin, yadıma bir misal düşdü. Deyir ki, böyük məğlubiyyətlər olmadan, böyük məğlubiyyətlər yaşamasan, böyük qələbələr əldə edə bilməzsən. Əslində elə Qurban yəni əslində elə sən dediyin söz o Qurban müəllimin o dediyi fikirlər var ha. Yəni biraz çox elə bir şişirdir. Yəni Qarabağ uduzmur. Bu mövsüm həmin Liverpool evdə 1-4 uduzdu PSV-yə. Hollandiya PSV-ləsinə. Napoli 2-6 hesabı ilə məğlub olub səfərdə PSV-yə. Yəni hətta bu mövsümü deyirəm. Yəni əvvəlki illərə qayıtsa Barcelona 0-7 məğlubiyyəti var Çempionlar Liqasında. Biraz elə bir çox şişirdir. Bəs mən də sənə onu deyirəm ki, bu uğurun həzzini almaq yerinə biz başqa şeylərlə məşğuluq. Amma bu həqiqətən də bura gəlib bu məğlubiyyəti almasan, növbəti dəfə burada olanda artıq nəyi necə elədiyini bilməyəsən. Biz hələ bu məğlubiyyətin yükünü daşıya bilmirik. Qarabağ play-offa çıxıb, bütün futbol dayaqlarımız yerindən oynayıb. Neftçi oradan oynamaq istəyir, Qarabağ oynamağa deyir, gücümüz çatmır. Buradan İmişli stadionu cavab vermir, Qarabağın tələblərini qarşılasın. Sən düşün ki, biz Newcastle keçsək, Barcelona gəlib Bakıya. Gör onda nələr baş verəcək. Biz gəlib çempionatı ümumiyyətlə dayandıraq.